Bugün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasına səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur. Bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi tövhə, yəni onun effekti nəzərə alınır. Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xəttlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox 28 may və sahil stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir. Yəni, şəbəkəni şaxələndirməkdir. 28 may stansiyasına keçid stansiyası olaraq Cəfər Cabbarlı stansiyası mövcuddur. 2030-cu ilə qədər Nizami, Sahil və Xətai stansiyaları üçün də keçid stansiyaları inşa ediləcək və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xəttlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək deyib.